Mən İradə Həsənova, Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri. Buradan mən cənab prezidentimizə öz təşəkkürümü bildirirəm. Biz bildiyimiz kimi Şuşa Xankəndi yolunda aksiyalar keçirildi və o aksiyada bildiyimiz kimi bu aksiyamız da məlum məsələ idi, ekologiya ilə bağlı idi. Və bu məsələ ilə bağlı bildiyimiz kimi bizim üzərimizə bir öhdəlik düşdü. Yəni bizə qarşı, bizim bu keçirdiyimiz aksiyaya qarşı müəyyən təzyiqlər var idi. Bunun əsnasında biz Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin adından bir 56 ölkəyə bəyannamə hazırladıq və bu bəyannaməni etibarnamə vasitəsilə bizim İsmail Zalov ekspertimiz, hüquq ekspertimiz İsmail Zalova etibarnamə təqdim eləyərək onu Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etdi və biz həmin məhkəmənin qalibi hesab olunduq. Və bu məni çox sevindirdi ki, həqiqətən bizim bu bəyannaməmiz keçərli oldu və biz qalib çıxdıq. Və mən buna görə də, belə bir şəraiti bizə yaratdığına görə cənab prezidentimizə dərin təşəkkürümü bildirirəm. Biz hər zaman, hər bir vaxt öz prezidentimizin yanında, xalqımızın, dövlətimizin yanındayıq və hər zaman da onun yürütdüyü bütün siyasəti dəstəkləyirik. Çox sağ olun. Biz həmişə bir yumruq altında birləşməyi bacarırıq. Öz işlərimizi həmişə dövlətimizin siyasətinə uyğun aparırıq. Çox sağ olun cənab prezidentimiz. Sizə minnətdarıq. Bizə bu gözəl şəraiti və bizi bir qalib xalq kimi bütün dünyaya göstərdiyiniz üçün sizə öz dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun.